Gedib harda ən cır paxla var, onu alıb gəlib üstümə. Özünə də sual verirəm ki, ay Allah evini tiksin. Görmürdün ki, bu belə cırdı, xırdadır. Niyə alırsan axı? Deyir elə bildim ki, o soğanla, pomidorla bişirdiyindəndir. Day paxla ilə lobyanı ayıra bilməyənə mən nə deyim? Sizin evdə də vəziyyət eyni belədir, yoxsa tam əksi? Düşündüm bundan nə aş olar, nə də buzluğa atmağa dəyər. Elə salamatı paxlalı doğra eləyib. Göyərtiləri yuyub sirkəli suda gözlətdikdən sonra başlayıram bu cübulları təmizləməyə. Ürəyimin şirəsi çəkiləndən sonra nəhayət bitirib göyərtiləri xırda-xırda doğramağa başlayıram. Qatıq mayamı ayırdıqdan sonra bura yumurta, yumruduyu, un da əlavə edib yaxşı-yaxşı çırpıcı ilə qarışdırıram. Ocağa yerləşdirib qaynayana kimi əlimi saxlamıram. Duzunu da əlavə etdikdən sonra paxlalara sıra gəlir. İstəsəz paxlanı öncədən də bişirə bilərsiniz, belə də hazırlaya bilərsiniz. Paxlalar bişdikdən sonra da göyərtisini əlavə edirəm, biraz da belə qaynadı. Vəssalam, nuş etməyə hazırdır. İndi isə sıra təzə yarpaqdan dolma etməkdədir.